Salam dostlar, xoş gördük. Bugün bakalda meyvə ilə qəlyan yığacağıq. Bizə lazım olan materialları videoda hal-hazırda görürsünüz. Ən önəmli məsələlərdən biri də meyvənin düzgün kəsimidir ki, kalod və yaxud da falqanı ora düzgün yerləşdirə bilək. Bir də meyvəni sulu saxlama olmaz, onu da suyun salfetka ilə və yaxud da əski ilə qurutmaq lazımdır. Meyvəmizi kəsəndən sonra onun için oymaq lazımdır ki, tütünü ora sığışdıra bilək. Sonra isə meyvənin içini belə oyuruq ki, o sulu qalmasın. Sonra da suyunu təzədən qurudacağıq biz orada. Görürsünüz, salfetka ilə o suyunu tam quruduruq. Daha sonra turbuçkanı elə yerləşdirmək lazımdır ki, meyvənin altından keçib suyun içinə girsin. Suyun içinə təxminən 1-2 sm girsə kifayət eləyir. Turbuçkanı çox da uzun eləməyə ehtiyac yoxdur, çünki suyun içinə çox girməməlidir. Meyvənin altından keçəndən sonra 2 sm girsə bəsdir. Daha sonra meyvənin altına astığımız deşiyi turbuçkaya uyğunlaşdırmaq lazımdır. Sonra isə turbuçkanın içindəki meyvə qalıqlarını təmizləmək lazımdır. Daha sonra növbəti turbuçkanı bu qaydada keçiririk. Bu da burada şlanq rolunu oynayır. Yəni tüstünü çəkəcəyimiz turbuçkadır bu. Son olaraq meyvəmizə istədiyimiz tütünü yerləşdirib kalodu qoyuruq. Sonra isə kömürün qoyub təxminən 4-5 dəqiqə dəmdə saxlayırıq. Sonra qəlyanımız hazırdır. Sağ olun.